English vocabulary in use. Elementary İngilis dilində işlenen sözler. Elementar sayfa Unit 8, 8. Unit Conversation, danışıq. Greetings and wishes, salamlaşma və arzu etmək. A paragrafına baxırıq. Every day. Every day hər gün işlenen ifadələr. Biz deyirik good morning. Good morning sabahın xeyir deməkdir. Good afternoon, günortan xeyir. Good evening, axşamın xeyir mənasını verir. Şəkildə var hello, hi, salam, hello, salam mənası verir. Hi da salam mənasını verir. How are you? Necəsən? Fine, thanks. And you? Yaxşıyam, bəs sən necə? Not too bad, thanks. Çox pis deyiləm, təşəkkür edirəm. When we leave someone, we usually say goodbye. Bir kəsi biz ayrılanda bir kəsdən biz goodbye deyirik. Sağ olun. And also perhaps see you soon və yaxud deyə bilərik ki, ola bilsin tezliklə, deməli görüşənədək. See you soon, tezliklə görüşənədək mənasını verir. See you soon is quite informal. See you soon sözü biraz nədir? Qeyri-rəsmidir. When someone goes to bed, we usually say good night. Bir kəs yatmağa gedəndə biz good night deyirik. Gecən xeyrə mənasını verir. We sometimes also say sleep well. Həmçinin biz sleep well da sözündən də istifadə edirik. Sleep well, yaxşı yuxular. If you ask someone, you usually say please. Əgər bir kəsdən bir şey istəyəndə biz zəhmət olmasa please sözündən istifadə edirik. If someone does something nice for you, you say thanks or cheers informal. Deməli, bir kəs səndən nəsə istəyəndə, bir kəs sənin üçün nəsə bir yaxşı bir şey edəndə, sən ona sanki təşəkkür edirəm deyirsən və yaxud cheers deyirsən. Cheers biraz qeyri-rəsmidir. Cheers, təşəkkür edirəm, excuse me burada şəkillərdə bağışlayın, sorry, üzr istəyirəm, bless you, Allah səni qorusun.